Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bugün imtahana kimi hər gün bir sertifikasiya sualı işləyərək imtahana hazırlaşırıq. Belə ki, bir sınavda, yəni sınaq 1-də 10 dənə sual var. Eyni olaraq, yəni növbəti sınaqlarımızda da sınaq 2, sınaq 3 hər birində 10 dənə sertifikasiya sualı olacaq. Belə ki, bu suallar sırf imtahana düşən mövzular üzərində hazırlanır. İmtahana düşən, yəni ən çox imtahanda qarşımıza çıxan sual tipləri əsasında hazırlanıb. Bu PDF-ləri əldə etmək istəyirsinizsə, şərh bölməsində PDF yazaraq mənim 055 270 51 25 nömrəmdə qeyd etmişəm, nömrəyə də yazaraq əldə edə bilərsiniz bu tipli PDF-ləri. PDF-lərdə burada yəni cavablarını mən yazmamışam, amma ki İşlədikdən sonra cavabları mənə də göndərə bilərsiniz yoxlamaq üçün və yaxud da yazıb mənə şəxsdə cavabları da istəyə bilərsiniz. Bu cavabları da mən sizə yönləndirəcəm. İmtahana kimi hər gün bir sınağın izahı paylaşılacaq. Deməli, müəllimlər, baxırıq birinci sualımıza. Birinci sualda bizə deyir ki, Azərbaycan dili dərsində Banu və Ahu müxtəlif suallara cavab verdi. Banu deyir sifətin nə olduğunu, Ahu isə onun dilimiz üçün əhəmiyyətindən danışdı və bizə deyir ki, situasiya əsasən biliyin növlərini müəyyənləşdirək. Baxırıq ki, burada heç bir prosedural bilik yoxdur, çünki prosedurallıq, ardıcıllıq, işin görülmə ardıcıllığı yoxdur. Ona görə prosedural olan variantları əvvəlcə biz buradan çıxaq. Deməli, sonra baxırıq metakognitiv varmı, yoxmu? Əlbəttə ki, metakognitiv biliyimiz də yoxdur. Çünki burada şagirdlərin hər hansısa özü ilə bir bacarığı, özündə formalaşdıra biləcəyi bacarıq, özünü qiymətləndirmə, özü üçün plan qurma yoxdur. Metakognitiv də atırıq variantlarımızdan və qalır B variantı. Hansı ki, burada Banu sifətin nə olduğunu, yəni Banu sifət nədir? Yəni bu suala cavab verir, faktdır. Dilimiz üçün əhəmiyyətindən danışmaq isə izahat isə konseptual biliyə aiddir. Cavabımız olur B variantı. İkincisi bizdən soruşur, formativ qiymətləndirməyə aid deyil. Aid olmayanı istəyir bizdən. Baxırıq, bizə deyir ki, şagird nailiyyətinin izlənməsidir. Bilirik ki, izləmək sözü varsa bu formativdir. B-ni saxlayaq. Nəticəsi məktəbli kitabçasında qeyd olunur. Əlbəttə ki, şagirdlərin məktəbli kitabçası var ki, biz hər gün onu qeyd edirik. Daha sonra gündəlik aparılır. Bu da düzdür. Bir sıra strategiyalar, BİBÖ və yaxud da digərində mən hamısını çəkmirəm. Adlarını həmin üsullarla biz formativ qiymətləndirməmizi apara bilərik. Amma sonda müəllim əldə etdiyi nailiyyətləri təhlil edir. Fikri yanlışdır. Çünki biz sonda şagirdin əldə etdiyi nailiyyəti, müəllimin fəaliyyətini qiymətləndiririk. Ona görə B variantı yanlışdır. Gəlirik üçüncü suala. Bizdən inteqrasiyanı istəyir. Müəllim riyaziyyat dərsində məsələ verir. Bir bağda 20 ağac var. Hər ağacdan 10 meyvə dərildi. Sonra şagirdlərdən bu vəziyyət haqqında kiçik mətn yazmaq istəyir. Bəzi müəllimlər burada fənlər arası inteqrasiyanı düşünür. Bəziləri fənn üstü inteqrasiyanı düşünür ki, burada fənlər arasında fənn üstü, təbii ki, görürük ki, fənn daxili yoxdur. Fənn üstünü də düşünürlər ki, real həyatdan gətirilmiş nümunədə, amma müəllimlər yox. Adi riyaziyyat kitablarının tapşırığını açanda, məsələlərə baxanda hamısı real həyatdan götürülüb. Nə bilim, meyvələrin qiymətindən, məhsulların, ərzaqların qiymətindən və yaxud da saatla bağlı, nə bilim. Yəni ancaq real həyatdan gətirilmiş məsələlər olur da. Bunlar heç birini biz fənn üstü saya bilmərik axı. Ona görə burada fənlər arası inteqrasiyadır. Çünki, baxın, məsələ vermək riyaziyyat dərsidir, kiçik mətn yazmaq isə Azərbaycan dilidir, fənlər arası inteqrasiya olur. Növbəti gəlirik dördüncü sualımıza. Dördüncü sualda bizə deyir ki, şagird riyaziyyat dərsində öyrəndiyi faiz hesablamalarını mağazada endirimli məhsulların qiymətini tapmaq üçün istifadə edir. Bu analitik deyil, çünki analitikdə təhlil var idi, səbəb-nəticə əlaqəsi var idi. Abstrakt deyil, abstrakt mücərrətli, görmədiyimiz, toxuna bilmədiyimiz, produktiv yaradıcılıqdır, tənqidi isə öz fikirlərimizin əsaslandırılmasıdır. Burada praktik təfəkkürdür. Nəyə görə? Çünki öz öyrəndiklərimizi tez bir zamanda, qısa bir zamanda real həyatda olan hadisələrə tətbiq etməyi bacarırıq. 5-də ki, müəllim şagirdlərə deyir, bu mövzunu oxuyun və əsas ideyanı qısa şəkildə ifadə edin. Bəzən müəllimlər bunu təhlil etmək kimi düşünürlər, amma müəllimlər bu təhlil etmək deyil. Mətni oxumuşuq və əsas ideyasını müəyyənləşdirmişik, onu qısa şəkildə ifadə edəcəyik. Bu anlamaq mərhələsidir, yəni mətnin əsas ideyasının müəyyənləşdirilməsi təhlil etmək yox, anlamaq mərhələsi hesab olunur. Cavabımız B variantıdır.
Xatırlamaqda yadımıza salırıq, tətbiq etməkdə icra edirik işi, təhlil etməkdə nə isə önə çıxardırıq, dəyərləndirməkdə isə öz münasibətimizi bildiririk. Gəlirik 6-cı suala. 6-cı sualda bizə deyir müəllim şagirdin dərsin sonunda soruşur. Kim tapşırığı düzgün etdi? Şagirdlər irəli qaldırdıqdan sonra müəllim onlara yenidən sual verib ki, tapşırığı hansı üsulla həll etdiniz? Kim izah edər? Müəllim deyir şagirdlərdə hansı bacarığı formalaşdırmaq istəyir? Müəllimlər, əlbəttə baxırıq ki, burada müşahidə bacarığımız yoxdur. Yəni hansı ki biz nə isə izləmirik burada. Planlaşdırma bacarığımız yoxdur. Nə isə planlaşdırmırıq, saatla, vaxtla qurmuruq. Tənqidi təfəkkürümüz də yoxdur. Nə isə izahı bizə yoxdur. Həm də bizdən bacarıq istəyir. Baxın, burada bacarıq bir müşahidə bacarıq var, bir də metakognitiv bacarıq var. Digərlərinə baxsaq tənqidlə yaradıcılıq təfəkkürdür. Planlaşdırma isə planlaşdırma müəllim özü edir. Bir də şagirdin özü ilə bağlı planlaşdırması var. O heç. Burada görürük ki, tapşırığı düzgün etmək, hansı üsulla həll etmək metakognitiv bacarıqdır. Yəni mən hansı üsulla həll etmişəm? Öz etdiyim üsulu, özümün hesabladığım yolu, necə deyək, öz metodumu müəyyənləşdirirəm ki, bu da metakognitiv bacarıq hesab olunur. Gəlirik növbəti sırf situasiya tipli suallara. Gəlirik 7-yə baxırıq. 7-də bizə deyir ki, yanlış fikir müəyyənləşdirin. Biz yanlış olanı axtarırıq. A-nı saxlayaq. B-dədir müəllim bullying halını müəyyən etmək üçün anonim sorğu keçirir. Baxırıq ki, düzdür. Yəni biz anonim sorğunu keçirə bilərik ki, üzə çıxardaq. Esse yazmaqdır, anonim sorğu keçirtməkdir. Məktəb əməkdaşlarının, yəni məktəbdə işləyənlərin bir-birinə əməkdaş şəklində çalışmasıdır. Valideynlə əməkdaşlıqdır. C-dədir müəllim ev tapşırığını yazmayan şagirdə cəza olaraq əlavə tapşırıq verdi. Bəzən müəllimlər bunu cəza olaraq sözünə görə yanlış götürür, amma ki düzgündür. Çünki yadınıza gəlirsə, biz operant şərtləmə nəzəriyyəsindən keçmişik. Orada deyirik ki, əgər şagird arzu olunmayan davranış sərgilibsə, ona cəza olaraq nə isə əlavə edə bilərik. Sonra D-də deyir ki, bizə müəllim dərsdə şagirdlərin maraqlarını nəzərə alaraq təlimi təşkil edir. 100% diferensial təlimin tələbidir bu. Sonra bizə deyir, müəllim şagirdlərə qapalı tipli suallar versə, bəzən də burada müəllimlər səhv salır ki, qapalı tipli suallar versə gözləmə vaxtı verməlidir. Bu da düzdür. İstər açıq tipli sual, istər qapalı tipli sual. Şagirdə biz düşünmə gözləmə vaxtı 30 saniyə, maksimum 1 dəqiqə ərzində veririk. Burada bizim yanlış cavabımız A-dır. Nəyə görə? Deyir, müəllim müzakirənin daha az vaxt alması üçün qapalı tipli suallar verdi. Yadınızda saxlayın ki, qapalı tipli suallar uşaqları müzakirəyə cəlb edən vasitə deyil. Yəni çox effektiv deyil və hətta deyir daha az vaxt alması üçün bu da müəllimin heç müzakirəni düzgün təşkil etmədiyinin göstəricisidir. Gəlirik 8-ci suala. Müəllim deyir, sinifə daxil olan kimi şagirdlərin bir neçəsinin dərsdə olmadığını müşahidə etdi. Qeydiyyatı götürdükdən sonra dərsə davam edib. Və bizə deyir ki, situasiya əsasən müəllimin atacağı ilk addımı müəyyən edin. A-dadır ki, dərhal gəlməyən şagirdlər üçün cəza düşünməlidir. Biz deyir ki, yanlışdır. Heç biz bilmirik bu səbəb nədir. B-dədir, dərsə gəlməyən şagirdlər ekskursiya getməkdən azad etməlidir. Bu negativ cəzalandırmada uşaqdan nə isə almışıq. Direktora məlumat verməlidir. Bu müəllimin səriştəsizliyinin göstəricisidir ki, ilk gəlməyən gündən direktora məlumat veririk. Valideyn icazə keçirib müzakirə təşkil etmək yanlışdır. Uşaq dərsə gəlməyibsə bir neçəsi bu valideyn icazə avtomatik çağırmağın mənası yoxdur. Bu dəfələrlə baş verərsə olar. Və düzgün cavabımız 7 ki, dərsə gəlməyən şagirdlərin adlarını qeyd edib bunun səbəbini araşdırmalıdır. Daha sonra, araşdırandan sonra müəyyən addımı atmalıdır, qərar verməlidir. Görək, bu da 9-cu sual görünəcəkmi? Bəli, görünür. Baxıraq. Bizə deyir ki, müəllim şagirdlərdə əməkdaşlıq bacarığını formalaşdırmaq üçün hansını etsə yanlış olar. A-dadır ki, müəllim şagirdlərə ekoloji problemlərin həlli mövzusunda layihə. Bilirik ki, layihə qruplarla təşkil olunduğu üçün şagirdlərin əməkdaşlıq bacarığı inkişaf edir. Müəllim şagirdləri daimi sosial fəaliyyətlərə cəlb etməlidir. Bu da düzdür. Sosial fəaliyyət onsuz da şagirdin əməkdaşlığını inkişaf etdirən bir vasitədir. C-ni saxlayırıq. D-dədir müəllim şagirdlərə problem yönümlü tapşırıq verib, müzakirə varsa yenə əməkdaşlıq var, qrupda necə işlədik varsa yenə əməkdaşlıq var, amma C-yə baxın, deyir müəllim sinifin səviyyəsinə uyğun olaraq il boyu çox vaxt qruplarla iş keçirir. Bilirik ki, bu yanlışdır, müəllimlərin ən çox səhv etdiyi sual buydu, bir də 7-ci sual idi.
Hansı ki burada biz deyirik ki, çox vaxt qruplarla keçirmək olmaz. Biz bütün iş formalarını yetəri qədər lazımlı səviyyədə, bərabər şəkildə il boyu istifadə etməliyik. 10-cu sualımız biraz uzun sualdır. Gəlin də 10-cu suala baxaq. Bizə deyir ki, Nuranə müəllim 7-ci sinifdə mətnin təhlili və əsas ideyasını müəyyənləşdirilməsi mövzusunu tədris edir. Dərsə başlamazdan əvvəl o, şagirdləri 4 nəfərlik qruplara ayırıb və hər qrupa fərqli mətnlər təqdim edir. Tapşırıq belədir ki, mətnləri oxuyub əsas ideyasını müəyyənləşdirmək, onu əsaslandırmaq və sinifə təqdim etmək. Dərs zamanı müəllim müşahidə edir ki, bəzi qruplarda yalnız bir şagird aktivdir, digərləri passivdir. Bir qrup isə mövzudan kənar söhbətlə məşğuldur. Digər qrup əsas ideyanı müəyyən etsə də əsaslandıra bilmir və ən sonunda da baxırıq ki, 2 dənə qrup cəmi təqdimat edib. Və bizə deyir, dərsdən sonra müəllim düşünür ki, əməkdaşlıq bacarıqları və şagirdlərin aktiv iştirakı gözlədiyi səviyyədə olmadı və situasiyaya əsasən müəllim dərsdə atacağı ən düzgün yol nə olmalıdır? Addım olmalıdır burada. Eyb yoxdur. Ən düzgün addım nə olmalı idi? Bizə deyir ki, A-da eyni üsulla dərsi davam etdirib şagirdlərin zamanla uyğunlaşacağını gözləmək bilirik ki, qəti şəkildə olmaz. Bu artıq bu proses görürük ki, böyük bir problemə yol açır. B-dədir, qrup işini ləğv edib yalnız fərdi tapşırıqlara keçmək qətiyyən olmaz. Aktiv olan şagirdləri qiymətləndirmək, bu da olmaz, digərləri qalır pasiv şəkildə. Tapşırığı biraz çətinləşdirib, onsuz olan tapşırığı yerinə yetirmirlər, çətinləşdirsək nə olacaq? Cavabımız Y-dir ki, qrup işinin qaydalarını əvvəlcədən aydın şəkildə izah etməli idi, vəzifə bölgüsü etməli və şagirdləri qiymətləndirməli idi. Çünki vəzifə bölgüsü edəndə bir işləyib, bir işləmirdi qrupda, artıq xam işləyəcək və yaxud da qaydaları əvvəlcədən müəyyənləşdirdikdə mövzudan kənar söhbətlər olmayacaq və şagirdləri də istiqamətləndirməliyik ki, onlar əsaslandıra bilsinlər fikirlərini. Belə müəllimlər, onda da olur E variantı. Bu qədər dəyərli müəllimlər, əgər bu suallarla bağlı hər hansısa bir fikriniz olarsa, hər hansısa bir sualınız olarsa, istər nömrəyə, istərsə də şərh bölməsində yazıb fikirlərinizi bildirə bilərsiniz. Əvvəldə də qeyd etdiyim kimi, hər gün bu sertifikasiya tipli sınaqlardan birini işləyəcək. 10 suallıqdır, ən çox düşən suallardır və dərsimizdə bizim qoşulmayan müəllimlər, yəni ki, bir dərsimizdə qoşulan müəllimlər var, olmayan müəllimlər var. Olmayan müəllimlər İstəsəm, şərh bölməsində yazsınlar, əlaqə nömrələrini qeyd etsinlər. Bizim ödənişsiz qrupumuz var ki, hər gün bu sınaqlar həmin qrupa göndərilir və siz də işləyib yararlana bilərsiniz. Eyni zamanda izahları da dinləyə bilərsiniz. Belə dəyərli müəllimlər, hər birinizə uğurlar arzulayıram.